vətəndaşların xalqın içərisindəyəm. Vətəndaşları hər zaman... Şəxsi avtomobilinizdən də... Bəli, mən ümumiyyətlə son illərdə 10 ilə yaxındır, mən avtomobildən istifadə etmirəm. Bildiyiniz kimi, bir neçə gün öncə Qazax rayonunda çəkiliş aparılıb və çəkiliş zamanı Qazaxın icra başçısı Rəcəb Babaşov cənabı belə bir fikir ifadə edib ki, mən 10 ildən bəri avtomobildən istifadə etmirəm. İndi isə sosial şəbəkə platformalarında Rəcəb Babaşovun ifadə etdiyi fikri bəzi dayaz düşüncəli şəxslər tərəfindən müzakirəyə çevrilərək bildirilir ki, bəs Rəcəb Babaşovun avtomobildən düşdüyü, istifadə olunduğu fotoşəkillər vardır. Sözü gedən məsələyə Qazax rayon Əlillər Cəmiyyətinin sədri Rafiq Akifoğlu sərt şəkildə açıqlama veribdir. Rafiq Akifoğlu bildirib ki, Rəcəb Babaşov o mənada deməyib ki, mən tamamilə avtomobildən uzağam, istifadə etmirəm. Rəcəb Babaşov o mənada deyib ki, yəni mən bəzi rəhbərlər kimi avtomobildə oturub işini tapşırıb, özünü əhalidən uzaq tutan rəhbərlərdən deyiləm. Rəcəb Babaşov onu qeyd edib ki, mən avtomobildən az hallarda istifadə edib, piyada gəzməyə üstünlük verirəm. Hər zaman əhalinin yanında olub, əhali ilə yaxın təmas quran rəhbərəm. Amma ki, təəssüflər olsun ki, Rəcəb Babaşovun ifadə etdiyi fikirləri bəzi dayaz düşüncəli şəxslər ifadə olunan fikri obyektiv olaraq dərk edə bilməyiblər. Dəyərli izləyicilər, biz Rafiq Akifoğluna təşəkkür edirik ki, sözü gedən məsələyə açıqlama verdi. Rəcəb Babaşova da işində uğurlar diləyirik.